Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Cido mərkəzi fəaliyyətini uğurla davam etdirir. Sumqayıt Cido bölməsinin əsas mərkəzi uzun illər Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun binasında fəaliyyət göstərib. Sevindirici haldır ki, yenidən qurulan stadionun binasında ən müasir standartlara uyğun olan Cido təlim mərkəzi də yaradılıb. Artıq ötən ilin oktyabrın 23-dən etibarən Cido mərkəzi fəaliyyətə başlayıb və Sumqayıt cidoçuları üçün məşqlər keçirilir. Azərbaycan Cido Federasiyasının dəstəyi ilə qurulan Cido mərkəzinin ümumi sahəsi 1900 kvadrat metrdir. Mərkəzdə 3 cido məşq zalı mövcuddur. Cido məşq zalları Beynəlxalq Cido Federasiyasının standartlarına uyğun olan tatamilərlə təchiz olunub. Mərkəzin fiziki hazırlıq zalı da cido idman növü üzrə fiziki hazırlıq məşqləri üçün hər bir şəraitə uyğundur. Təlim mərkəzində gözləmə zalı, hər zala görə paltar dəyişmə otağı, həkim otağı, masaj otağı və sauna mövcuddur. Burada məşqçilərin və digər inzibati işçilərin fəaliyyəti üçün iclas otağı və ofis otaqları da təmin edilib. Qeyd edək ki, təlim mərkəzində 1500-ə qədər yeniyetmə və gəncin daimi məşq etməsi üçün şərait mövcuddur və onlar müəssisədə işləyən ondan yuxarı peşəkar cido məşqçilərin təcrübəsindən faydalanacaqlar. Təlim mərkəzi bir ildir fəaliyyət göstərir. Belə təlim mərkəzi bir milli komanda üçün Bakıda, bir Sumqayıtda, bir də Gəncədə inşa olunmuşdur. Ən müasir tələbələrə cavab verir. Biz həmişə demək Cido Federasiyasının prezidenti Rəşad Nəbiyevin, həmçinin Azərbaycan Cido Federasiyasının vitse-prezidenti Rəşad müəllim Rəsulunun daimi diqqətini, qayğısını həmişə istəyirik. Bugün federasiya müasir Azərbaycan Cido Federasiyası Beynəlxalq Cido Federasiyasının tələbələrinə onun qarşıya qoyduğu bütün tapşırıqlarını yerinə yetirməklə işləyir. Azərbaycan Cido Federasiyası bugün demək yeni islahatlar aparır. Bu islahatlar da nədən ibarətdir? Həm müasir zallar təqdim edir, həm də ki demək kəmər imtahanı keçirir. Yəni dərəcələrə uyğun kəmərlər paylayır. Ağ, narıncı, sarı, qırmızı və s. Yəni kəmər imtahanı keçməyən tələbələr bugün regional, şəhər və Azərbaycan birinciliklərində iştirak eləmirlər. Əvvəllər bu yox idi. Sonra bizim özümüzün təlim mərkəzində Azərbaycan Cido Federasiyasının göstərişi ilə yeni bir layihə həyata keçirilir. Bu layihə nədən ibarətdir? Yeni yazılan uşaqlar bir müəllim tərəfindən 3 ay müddətinə öyrədilir. Yəni tutma qaydaları, yerimə, yıxılma, özünü müdafiə, bunları biləndən sonra müəllimlərə təhvil verilir. Əvvəllər bu da yox idi. Bu da yenə Cido Federasiyasının təlimatı göstərişi əsasında həyata keçirilir. Cido təlim mərkəzinin direktoru Abbas Şahverdiyev valideynlərə uşaqlar üçün idman zalı seçərkən diqqətli olmalarını tövsiyə edib. Müəllim uşağını fizika, kimya müəllimin yanına qoyanda mütləq soraqlaşır. Məktəbin keyfiyyətini, məktəbin şəraitini, tələbələrə cavab verir, vermir. Amma bizdə elə zallar, elə şəraiti olmayan yerlər var ki, məsələn, valideyn uşağı aparıb soruşmadan, heç müəllimi də öyrənmədən uşağı verir ora. Mən istərdim ki, valideynlər bir balaca bu şeyə fikir versin, bu məsələyə. Yəni, gəlsin şəraitinə baxsın, müəllimləri öyrənsin və görsün ki, uşaq hansı şəraitdə bu uşağı məşq eləyəcək. Amma mən çox narahat edir, mən elə yağdır, bu yaxınlarda bu da aradan qaldırılacaq. Şəmistan Fikrətli Elbrus İsmailov, bugün informasiya proqramı üçün.